O şərtlər də qısaca olaraq birinci şərt elmdir. La ilahə illallahın mənasını bilmək inkar və isbatla elmin də əksi cahillikdir. İkinci şərt yəqinlikdir. La ilahə illallahın mənasında yəqin olmalıdır. O elmdə, onun mənasında heç bir şək şübhəsi olmalı deyil. Yəqinin də əksi şəkdir. Üçüncü qəbuldur. Qəbulun əksi rəddir. Dördüncü ixlasdır. İxlasın əksi şirkdir və riyadır. Riyakarlıqla deməli deyil, ixlasla deməlidir. Beşinci boyun əyməkdir. Onun da əksi tərkdir. Altıncı sidqdir. Sidqin əksi yalandır. Yeddinci məhəbbətdir. Məhəbbətin də əksi nifrətdir. Yəni hər kəsdə bu la ilahə illallah deyəndə bu la ilahə illallahın şərtləri cəm olunmalıdır. Bu şərtləri təfsilatlı olaraq 3 əsasın şərhində zikr eləmişik. Kim bu şərtləri təfsilatlı bilmək istəyirsə 3 əsasın şərhinə qayıtsın.